Güneş kremlərində hansı faktora önəm vermək lazımdır? Əziz analarım, valideynlər, biz keçən videomuzda güneş kremləri haqqında, güneşə çıxma saatları haqqında danışdıq. Amma bir neçə nüanslar var ki, onlara yenidən aydınlıq gətirmək istəyirəm. Və söz verdiyim kimi D vitamini sintezi haqqında da güneş kremlərinin onun sintezini nə təsir göstərib göstərmədiyi haqqında da məlumat verəcəm. Amma öncə güneş kremlərinin həmin videodan sonra verilən suallardan, çox verilən suallardan güneş kremlərində hansı faktora önəm vermək lazımdır? Buna da bu məsələyə də belə deyim, kesin bir nöqtəni qoymaq istəyərdim. Bilimsel bir nöqtəni. Araştırmalarda bilinir ki, faktor olarak 15, 30, 50 ve 100 faktor güneş koruyucularında birbirleri arasında güneş korumadaki fark bir neçə faizdir. Yani 15 faktorlu korumada 93, 30'da 97, 50'de 98, 100'de 99'dur. Gördüğünüz gibi 30, 50, 15'i kenara koyuyoruz. 30, 50 ve 100 arasında cəmi 1% fark var. Biz o zaman ne seçilir? 100 yok. 30 yox, 50-ni məsləhət görürük. Çünki ən optimalı 50-dir. 50-dən 100-ə qaldırmaq üçün, yəni 50 faktor çox qaldırmaq üçün kıvam qatılığı artırmaq məqsədi ilə müxtəlif artırıcılar, kimyasallar əlavə edilir genəldə və bunu biz heç istəmirik. Çünki buna gerek yoktur. Sadece elde ettiğimiz 1% artımdır korumada. 30% koruma ile 50% arasında da çok farkı yoktur. Ancak böyle bir deyim, biz valideynlər yetərli qədər qalınlıqda qatda məsləhətli nə qədər məsləhətdir o qədəri heç vaxt çəkmirik dəri üzərinə. Ona görə də yəni 30 faktor kremin qoruyuculuğu az ola bilər. Ona göre bazen 50 faktor krem elə şekilde çekirik ki onun koruyuculuğu biz elə 30 faktor krem kimi olur. Yani optimal olarak 50 faktorlu kremler üzerinde qalırıq ve bunu da məsləhət görürük. Ne aşağısı ne yukarısı.